Allahümme salli ala Muhammed və ali Muhammedin və accil fərəcəhum. Deməli, ötən söhbətimizdə qeyd elədik ki, bu istiğasə barəsində danışdığımız söhbətlər öz aramızdadır, yəni vəhabilərlə sünnilərlə işimiz yoxdur. Bəzi şiə qardaşlarımız şübhəyə düşüb ki, görəsən, məsumu çağırıb ondan kömək istəmək, yardım istəməklə, pul istəmək, uşaq istəməklə, şəfa istəmək olar ya olmaz. Qeyd elədik ki, hədislər həddən artıq çoxdur, müxtəlifdir. Hər babdan bir dənə, iki dənə hədis oxuyuruq. Məcmuəsi yığanda bu nəticəni alırıq ki, hətta məsumlar da belə biri digərindən kömək istəyirlər və burada şirk yoxdur. Şirk odur ki, insan məsumi müstəqil təsirdə görsün. Əgər etiqad eləsək ki, Əli əleyhissalam nəuzubillah Allahdan qırılıb təsir eləyirsə, onda olacaq şirk olacaq. Amma əgər Allahın verdiyi qüdrətlə şəfa verirsə, uşaq verirsə, nə bilim filan problemi həll eləyirsə, burada heç bir problem yoxdur. Nəysə, həmən o silsilədən bəzi hədislər oxumuşduq. Dedim ki, gələn dəstədə bir çox hədislərdə, gələn söhbətdə davam eləyərik. Gəldik, çatdıq bu hədisə ki, ya Muhammed və ya Əli sözü eşidəndə şeytan əriyir. Ya Allah demir, ya Muhammed, ya Əli. Oxuyacam hədisi. İmam Əleyhisselam buyurur ki, hər vaxt şeytan görəndə ki, bir nəfər ya Muhammed, ya Əli çağırır, şeytan ərir, suya dönür, bədbəxt olur, çarəsiz olur. Deyir ki, ən Cabir qalə, əradə Əbu Cəfər əleyhissalam ər-rukub ilə bəzi şiəti liyəudəhu. İmam Baqir əleyhissalam atına hansısa bir dənə şiəsinin evinə baş çəkməyə gedirdi. Fəqalə ya Cabir, ilhaqni fətəbi'tuhu. Cabir cavab edir ki, İmam Əleyhisselam mən dedi ki, mənim dalımdan gəldi. Fələmmən təhə ilə babid-dar, xərəcə aleynə ibnun ləhu sagir. Fəqal ləhu Əbu Cəfər əleyhissalam ma ismuk. İmam Əleyhisselamdan şiəsinin evinə baş çəkməyə gedir. Cabir cavab edir ki, İmam böyük sahabələrlə yanıcan aparır. Nəsə deyir, qapıya çatdıq, bir uşaq çıxdı, 5 yaşı var, 6 yaşı var uşağın, çıxdı qapıya. Həzrət uşaqdan soruşdu ki, adın nədir? Qalə Muhammed. Uşaq dedi ki, adı Muhammeddir. Qalə fəma tükənna, kunyon nədir? Ərəblərdə adətidir. Uşaq hətta balaca da olsa Əbu filan kəs deyərdilər. Qız uşaq olanda, ta ki məsələn təzə doğulurdu, adını qoydu Zeynəb, adını qoydu məsələn dedi Ümmü Əli. Hələ bu böyüyəcək, ərə gedəcək, oğlu olacaq məsələn dedi Əli, indən dedi Ümmü Əli. Ortada heç nə olmuyor. Heç olmuyor mu? Hə. Künyə qoyurlar, hə. Adət idi. Ərəblərdə xoş adətdir. Oğlan uşağına Əbu filan kəs deyərdilər. Qız uşağında Ümmü filan kəs deyərdilər. Abbas Salih oradan gələ bilər mi? Ola bilər, hə, nəysə. O mümkündür İmam Hüseyin əleyhissalam ki, Əbu Abdüllah, Həzrət İmam Zaman əleyhissalam Əbu Salih künyəsi ki var, mümkündür oğlunun adına görə deyil. Orada başqa bir mənadır, yəni Əbu Abdüllah ümmət mənasındadır, o başqa bir mənadır. Nəysə, xülasədə İmam ondan soruşdu ki, bu uşağa deyil. Adın nədir? Muhammed. Künyon nədir? Fəmatu kənna, qalə bi Ali, yəni Əbu Ali deyirlər, atam, anam məsələn, Əbu Alidir, balaca uşaqdır. Fəqalə ləhu Əbu Cəfər əleyhissalam ləqəd ihtizartə minəş-şeytan ihtizarən şədidən. Bəhsimiz yaddan çıxmasın. Bizim bəhsimiz buradadır ki, ya Əli, ya Muhammed çağırmaq olar ya olmaz. Davamız bunun davasıdır. İmam o uşağa deyir ki, adı nədir? Muhammed. Kunyon nədir? Əbu Ali deyirlər mənə. Deyir ki, Həzrət buyurdu ki, demək sən özünü şeytandan bir hasara salmışsan. Şeytan sənə nüfuz eləyə bilməz. İhtizar eləmişsən. Hazır, yəni qorumusan. İnnə şeytan izə səmiə munadiyən yunadi. Bizə lazım olan hissəsi budur. Əgər bir zamanda şeytan eşitsə ki, bir nəfər çağırır, ya Muhammed, ya Əli, zəbə kəma yəzubur rəsas. Qurğuşun istidə əriyən kimi şeytan da ya Muhammed, ya Əli nidasını eşidəndə başına daş düşür. Əriyir. Mən demirəm, İmam Baqir Əleyhisselam buyurur ki, hər zaman iblis, şeytan, şər qüvvələr ya Muhammed, ya Əli nidasını eşidirsə, əriyir. Necə ki, qurğuşun əriyər. Hətta izə səmiyə munadiyyən yunadi bismi əduvü min ə'dayına ihtəzə və xtalə. Eləcə də əksinə də hər zaman düşmənlərimizin adını, Əbu Bəkirin adını, Ömərin adını, Muaviyyənin adını, Yezdin adını eşidəndə sevinir. Ya Muhammed, ya Əli nidasını eşidəndə əriyir, düşmənlərimizin adını eşidəndə kef eləyir. Digər bir hədis. Vətrün qunutunda da İmam Əleyhisselam buyurardı ki, ya Muhammed ətəqərrəbikə iləllahi Rabbi. Ya Muhammed, İmam duasına çağırırdı. Mümkünlərdə gəlibdir, 126 səhifədə Şeyx Müfid nəql edir. Ya Muhammed ətəqərrəbu bikə ilallah. Yəni İmam birbaşa duanın, vətr namazının qunutunda Peyğəmbəri çağırardı, Allahı yox. Demir, ilahi Muhammedin vasitəsilə yaxınlaşıram. Deyir, ya Muhammed sənin vasitəsilə Allaha yaxınlaşıram. Yəni bizə lazım olan hissəsini kəsib qoyub ora. Yaxud digər bir hədisdə
İmam Hüseyin əleyhissalama ki, xəbər çatıbdı. Yezid əl çəkməyəcək, ondan beyət tələb eləyir, incidir imamı, məcbur eləyir ki, ona beyət eləsin. Və əqbələ ilə qəbri cəddihi sallallahu aleyhi və alihi və səlləm. Həzrət gəldi cəddinin qəbrinə və fəqalə əssəlamu aleykə ya Rəsuləllah, ənəl Hüseyin ibn Fatimə, fərəxukə və ibn fərəxətik. Salam verdi babasına, dedi ki, ey cəddah, ey Peyğəmbər, ey Allahın Rəsulü, mən sənin Hüseynim, sənin balaca, fərəx yəni təzə, belə deyil, balaca cücə mənasındadır da, şirin mənasındadır. Necə tərcümə edir ki, fərəx yəni balaca cücələrə fərəx deyirlər. Yəni mən sənin fərəxinəm, sənin balaca balonam və qızın oğluyam mən. Ənə fərəxukə və ibn fərxətik və sibtukəlləzi xəlləftəni fi ümmətik. Mən sənin balonam, mən sənin nəvənəm ki, bu ümmətin arasında məni qoyub getmişdin. Fəşhəd aleyhim ya nəbiyyəllah, innəhum qəd xəzəluni. Bunlar məni meydana tək qoydular, məni köməksiz qoydular. Və daafuni və ləm yəhfəzuni. Mənim hörmətimi saxlamadılar. Və hazihi şəkvaya iləykə həttə əlqəkə. Xülasə, bu nə üçün dəli gətirib? Deyir ki, Peyğəmbərə xitab edirdi ki, iləykə əşkukə. Sənə şikayət edirəm, sənə qovuşana qədər, ya Peyğəmbər, ya cəddah. Niyə görə imam gəlib Peyğəmbərin qəbri yanında Allahla danışmadı? Niyə dedi, ilahi, Peyğəmbərə xatir mənə kömək elə, nə bunlar mənə tək qoyurlar meydanda mənə. Niyə Peyğəmbərlə danışır? Peyğəmbər ölüb də. Deməli onda, imam dərdin Peyğəmbərə danışırsa, bu şey caiz bir şeymir. Yaxud İmam Kazım əleyhissalamdan. O da genel cəddi Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmin qəbrinə ki, qalə səmiyyətu əbiyyəqu ləmmə qubidar rəşid qabadar rəşidu alə Musa ibn Cəfər aleyhissalam qabada aleyhi və huvə ində rəsin nəbi sallallahu aleyhi və səlləm qaimən yusalli fəqata aleyhi salatəh və həmələ və huvə yəbki və yəqul əşku iləykə ya Rəsuləllah mə əlqa. Həzrət İmam Kazım əleyhissalam cəddinin qəbrinin yanında namaz qılırdı. Harun Rəşid adamla gəldi, elə orada tutturdu aparmağa. İmamın namazını kəsdilər, namaz əsnasında sanki sürüyə-sürüyə imamın qəbirdən çıxartmağa. İmam əleyhissalam üzünü döndərdi Peyğəmbərin qəbrinə, buyurdu ki, əşku iləykə ya Rəsuləllah, sənə şikayət eləyirəm. Niyə Allah şikayət eləmədi? Səndən kömək istəyirəm, sənə şikayət eləyirəm. Məsum idi də, Allahdan istəyər də. Niyə cəddindən istəyir? Allahdan istəsin də. Digər bir hədisdə deyir ki, ya Muhammed, ya Resulallah zikri gəlibdir. Ənə bi Həmzə. Ənil Baqir aleyhissalam qal fi duayin. Ya Muhammed, ya Resulallah, inni ətəvəccəhu bikə ilallah. Və bu barədə çoxlu hədislər var. Birbaşa Peyğəmbərə deyir ki, sənin vasitən Allah yaxınlaşıram, ya Muhammed ətəvəccə iləykə və həddən artıq hədislərdə çox gəlir. Ənis Sadiq aleyhissalam fi duayin, ya Muhammed, ya Resulallah, əşku ilallahi və iləykə hacəti. Nəuzubillah, İmam Sadiq əleyhissalam bizi şirkə dəvət edir. Deyir ki, İmam Sadiq əleyhissalam buyurardı ki, dualarında, ya Muhammed, ya Resulallah. Allaha demir, Peyğəmbərə xitab edir. Ey Muhammed, ey Allahın Rəsulü, əşku ilallahi və iləykə hacəti. Həm Allaha, həm də sənə şikayət edirəm hacətimi. Səndən istəyirəm. Əgərsə, Allahdan başqasından kömək istəmək, ona dərdin demək şirk olsaydı, onda İmam Sadiq əleyhissalam o işi görməzdi. Deməli onda bu şey şər'ən caizdir. Əl-müstəğasu billah və rəsulih. Deyir ki, dəxəltu alə Əbi Abdillah aleyhissalam bil-Kufə və qədimə ləhu təbəqu rutabin təbərzətdir, tuburzutdur, nəsə bilməm nətər oxunacaq və huvə yəkulum. Həmən bu adam deyir ki, İmam əleyhissalam məhzərinə daxil oldum. Zahirən İmam əleyhissalam burada Kufədə olduğu vaxtlarda oldu. Benim Mədinədə deyil, buradaydı. Daxil oldum deyir ki, Həzrətin məhzərində xurma qoymuşlar, tuburzutdur, tabarzətdir, nəsə xurma növüdür, nəsə. Yəni ondan meyl eləyirdi Həzrət. Deməli ki, ya bəşər, udunu fəkul. Yaxınlaş və məndən bir yerdə bu xurmadan ye. Qultu hənnəəkəllah və cəaləni fidak. Qəd əxədətnil ğirə min şeyin rəəytuhu fi tariqi avca qalbi. Dedim ki, ağa, sənə qurban olum, yediyin sənə nuş olsun, nuşcanlıq nə ye, amma mən yeyə bilmərəm. Yolda bir şey gördüm, çox pis oldum, qeyrət məni boğur. Şiyəli qeyrətim məni boğur, yeyə bilmərəm, sən yecinə, sənə nuş olsun. Qəlbimi ağrətdi. Və bələğə minni, mən belə deyə bağrım çatdır.
Fəqalə li bihəqqi ləma dənəvtə fəəkəlt. Dedi ki, sənə an verirəm haqqıma ki, yaxın otur, ye məndən. Qal və dənəvtü fəəkəltü. Fəqalə li hədisək. Bir neçədən o xurmadan yeyəndən sonra diqqət dedi, indi də görüm nə görmüşdü yolda. Qultu rəəytu cilvazən yadribu rəəsə imrəətin yəsuquha iləl həbs və hiyə tunadi bi əla savtiha. Yolla gəlirdim, sizə tərəf məsələn istiqamətdə gəlirdim, gördüm ki, hökumətin polisləri, hökumətin əskərləri bir qadının başına döyə-döyə, sürüyə-sürüyə aparırlar türməyə tərəf. Və o qadın da uca səsindən qışqırır ki, və hiyə tunadi bi əla savtiha əl-müstəğathu billah və rəsulih. Yalnız kömək Allahdan, onun peyğəmbərləndir və la yuğisuha əhəd. Heç kəs o qadının dadına çatmırdı. Sürüyə-sürüyə türməyə aparırlar və heç kəs ona kömək eləmir. Qal vəli məfuilə bihəzək. Dedi, bə yaxşı, o qadın nə eləmişdi ki, onun başına vururdular, başına vura-vura sürüyə-sürüyə aparırdılar. Qalə səmi'tun nasə yəqulun. Deyir, gördüm ki, eşitdim ki, cəmaat dedilər ki, innəhə əsərət fəqalət. Qadın ayağı burxulub, yıxılıbdı, ayağı burxulub, yıxılanda deyir ki, lə'ənəllahu zalimikə ya Fatimə. Xanım Zəhra əleyhissalamın zalimlarına, qatillərinə lənət oxuyub. Fərtukibə minhə mərtukib. Ona görə bunu döyə-döyə apardılar. Qal fəqata'al əkl və ləm yəzəl yəbki həttə btəllə mindilə və lihiyyətə və sədrəhu biddumu. Deyir ki, Həzrət bu sözü eşitdi və o qədər möhkəm ağladı ki, mübarək saqqalı üzünün, gözünün yaşı ilə doldu belə. Üzü başı töküldü su. Sual, həmən vaxtda imamın vəzifəsi idi ki, etiraz eləsin ki, zəhmət çəkəd, məsələn, o sözü deməzdi. Yəni, iki şey imam sanki təsdiqlədi. Eyni zamanda ki, təsdiqlədi ki, o qadın orada bir pis iş görməmişdi ki, xanım Zəhranın qatillərinə, zalimlarına lənət oxumuşdu. Eyni zamanda bu deyir ki, əl-müstəğathu bikə və əl-müstəğathu bikə ya Rəsulallah. Kömək yalnız səndəndir, ya Rəsulallah, heç kəsə də kömək eləmirdi. İmamın haqqı var idi ki, imam boyunda haqqıdır ki, bizə etiraz eləsin ki, düzdür, məsələn, fərzən deyək ki, o avam adamdır, amma yenə də o sözü deməməli idi. O, məsələn, şirk eləmişdi, o şirk etməməli idi. Deməli, onda imam əgərsə o qadının hərəkətini eşidirsə, burada artıq dəlilimiz nədir? Qolul məsumdur, feylül məsumdur. Daha doğrusu, təqrirül məsum, məsumun təqriri. Məsum bir şiyəsinin hərəkətini görür və ona etiraz eləmir. Bir şiyəsi əl-müstəğathu bikə ya Rəsulallah deyir, kömək yalnız səndən deməsən deyir, ya Rəsulallah eşidir və məsumuna etiraz eləmir. Məsumun etiraz etməmək demək onda nədir? Özü dəlildir ki, o şey haram deyilmiş, qadağan deyilmiş. Digər bir hədisdə İmam Həsən və İmam Hüseyin əleyhissalamın ya Cəddah, ya Rəsulallah nidası. Deyir ki, Əli əleyhissalamın haqqı ki, qəsb olundu, sürüyə-sürüyə apardılar. Əbu Bəkirin olduğu yerə, məscidin içində idi ya, haradaydısa, həmən yerə, zahirən məscidin içində olub hadisə. Ömər Əbu Bəkirə qayıt dedi ki, və huvə calisun fəvqəl minbər, ma yuclisukə fəvqəl minbər və haza calisun muharib. Deyir ki, səni o minbərdə saxlamayacaq, yəni sənin o minbərdə qalmağın davamlı olmayacaq, nə qədər ki, bu sənin düşmənindir, yəni Əli Əleyhisselam sənin beyət eləməyib. La yəqumu fina fə yubayi'uk. Hökman qalxıb sənə beyət eləməlidir. Əv təəmuru bihi fə yudrab unuquh. Yaxud da ki, əmr elə onun başını kəsək. Ömər Əbu Bəkirə deyir ki, sənin belə dedi, hökumətin davam eləməyəcək, nə qədər ki, Əli sənə beyət eləməyəcək. Ya beyət eləsə də başını kəsərik. Beyət eləməzsə başını kəsək. Vəl Həsənu vəl Hüseyin əleyhiməssəlam qaiməni alə rəsi Əliyin əleyhissalam. İmam Həsən, İmam Hüseyin 4-5 yaşları var. Neçə yaş? 6-7 yaşları vardı. Əli Əleyhisselam yanındadılar. Fələmmə səmi'a məqalətə Ömər bəkəyə və rəfa əsvatəhum. Elə ki, eşitdilər ki, Ömər deyir, Əlinin başını kəsək. Ağladılar və dedilər, ya Cəddah, ya Rəsulallah. Allahı çağırmadılar, Peyğəmbəri çağırdılar. Peyğəmbər də onda ölmüşdü. İmam Həsən, İmam Hüseyin əleyhissalam, nəuzubillah, onda şirk edirdi. Allah qalıb Peyğəmbəri çağırır ki, ya Cəddah, ya Rəsulallah.
De ki, Əli əleyhissalam bu sözü eşitdilər. Fadamməhuma Əliyyun əleyhissalam ilə sadri. Həzrət Əmir əleyhissalam balalarını bastı bağrına və qalə la təbkiya fəvallahi la yəqdirani alə qətli əbikuma. Balalarım ağlamayın. Onlar atanızı öldürə bilməz. Huma əqəl və əzəl və ədxər min zalik. Onlar çox kiçiklər ki, atınızı öldürə bilsinlər. Digər bir hədisdə ya Muhammed ya Əbəl Qasimah. Deməli, qalə Əbu Həmzə Sumali, rivayət uzun rivayətdir. Əbu Həmzə Sumali imamların məhrəm əsrarlarındandır. Yəni 3 dənə imamımızın yaxınlarına olur. İmam Səccad əleyhissalam, İmam Baqir və İmam Sadiq əleyhissalam. Və adətən imamlar etibar elədiyi ravilərə mümkün də elə şey verərdilər ki, onun çəkəcəyi vardı, tutacağı vardı, onun qabiliyyəti vardı. Başqalarına verməzlər. İnsan bu cürdə, insan yaxın etibarı bilinən bir şeylər verər ki, başqasına verməyib. Mümkündür, Əbu Həmzə Somali bu rivayətdə belə başa düşürük. Əbu Həmzə Somaliyə imam bir şey öyrətmişmiş ki, avam belədir, aşağı ravilərin nəzərində bu şirk kimi görsənir. Şimdi məsələn, bəzi qardaşlar təhəmmül edirlər, bəzi şey çəkə bilmirlər. Əbu Həmzə bir şey deyir, o yanındakilər etiraz edir ki, yox, imam belə deməz, nə bilim, məsələn, belə şirk hissi gəlir, neyinir. Və Əbu Həmzə də hirslənir, əsəbləşir ki, onu deməyəcəm. Məsələn, dua öyrədəcəkdi, bir şey öyrədəcəkdi onlara ki, imamdan öyrəndiyi bir şey öyrədəcəkdi. Ondan sonra Hümran, Zürarənin qardaşı, Həmran ibn Əyən yalvar yaxar eləyir Əbu Həmzəyə ki, inad eləmə, küsməcinə, qələt elədim söz dedi, bizə de. Ondan sonra Əbu Həmzə bəzi şeylər danışır. İndi sözün əvvəli nəymişsə işim yoxdur. Demək, onda nəsə kimsə küstür, incidir demək istəmir, sonradan qayıdır sözü deyil. De ki, fəkələtkə ummuk, leysə hada sihrun. Sən anon, öləsən anon sənin matəmində əyləşsin. Bu öyrətdiyim sehirdir. İnni zəkərtu duan səmi'tu min Mevlay Ali ibn Hüseyn əleyhissalam. Bu bir duadır ki, mən Mövlam İmam Səccad əleyhissalamı eşitmişəm. Fədəavtu bih. Onu ödü. Fəqal əllimnihi. Fəqultu əbə'də ma səmi'tu ma qult. Ondan mənə də öyrədir ki, bu dediyin axmaq sözlərdən sonra sən o söz duanı öyrədərəm. La vallah. Və la ni'mə. De ki, yox, öyrətmərəm. Və la ni'mə. Eynun ləstə min əhli və la ni'mətə eynin ləstə min əhli. Sən o əhldən deyilsən ki, məsələn, bu duanı öyrədəm. Qalə Həmran ibn Əyən fəqultu li Əbi Həmzə nəşəttükə billah illə mə əvrəttənah. Deyir ki, Zürarənin qardaşı Həmran deyir ki, mən qayıtdım Əbu Həmzə dedim ki, səni and verəm Allaha ki, bizi məhrum eləmə. Bunu nə öyrənmişdinsə Həzrətdən öyrət bizə. Fəqalə subhanallah, ma zəkərtu ma qultə illə və ənə ufidukum. Dedi ki, o şey ki, zikr elədim, xatırladım, onu öyrədəcəm sizə bu kutubu, yazın. Və zəkər duan ilə ənqal. Bir dua öyrətdi. Əbu Həmzə, İmam Səccad əleyhissalam öyrəndi bir duanı öyrədir onlara. Qal, ya Muhammed, ya Əbəl Qasimah. İmam duasının içində Allah'ı çağırmır, Peyğəmbəri çağırır. Ey Muhammed, ey Əbul Qasim, bi əbi əntə və ummi iləllahi ətəşəffə' bik vəl əyimmət min vuldik. Allaha şəfi gətirəm sən, yəni sənin vasitən Allaha yaxınlaşıram və bil əymə min vuldik və sənin övladların vasitən və bi Aliyin əmiril müminin və Fatimə vəl Həsən vəl Hüseyin və Ali ibn Hüseyin bir imamların adını sayır. Yəni bu duanın içində, yəni də Allahı çağırmır, Peyğəmbəri çağırır və onun vasitəsilə Allah çağırır. Başqa bir duada, başqa bir hədisdə deyir ki, İzə kanət li əhədikum istiğazə ilə Allah Teala fəl yusalli rəkəteyn thumma yəscud və yəqul ya Muhammed ya Rəsulallah. İmam Sadiq əleyhissalam buyurur ki, hər zaman sizlərdən birinin bir hacəti oldusa, onda 2 rükət ehtiyac namazı, hacət namazı qılsın, fəl yusalli rəkəteyn thumma yəscud, səcdə eləsin və yəqul və belə desin. Ya Muhammed, ya Rəsulallah, ya Ali, ya Muhammed, namazı qılsın, thumma yəscud. Çox maraqlı da, səcdə ibadətin ən zirvəsidir. Mən demir, bunu imamdan nəqlən hədis deyir. Namazı qıl qutar, səcdə halında denən ya Muhammed, ya Ali. Nəinki oturduğun halda. Səcdə halında edirsin, thumma yəscud və yəqul. Səcdə eləsin və səcdə desin, ya Muhammed, ya Rəsulallah, ya Ali. Səcdə də çağırsın Muhammədi və Alini. Ya Muhammed, ya Rəsulallah, ya Ali, ya Seyyidəl müminin vəl müminat. Zahir əleyhissalam xitabdır. Ey mömin kişi və mömin qadınların seyyidi, bikuma əstəğis ilə Allah-u Teala. Sizin vasitənizlə Allahdan kömək istəyirəm. Ya Muhammed, ya Ali əstəğisu bikuma hədisində dalısı vardır. Deməli onda
İmam Əleyhisselam hətta nəinki adı, hətta səcdə halında belə ya Muhammed, ya Ali zikri deyib onlardan kömək istəmək heç bir problemi yoxdur. Digər bir hədisdə Məsum xanım Zəhra əleyhissalam çağırır. Deyir ki, Ən Ali ibn Əbi Həmzə, Ən Əbi İbrahim əleyhissalam. Zahirən bu hadisə Əbu Həmzə Bətaininin yaxşı vaxtlarında olub. Çünki Əbu Həmzə Bətaini İmam Kazım əleyhissalam böyük sahabələrindən, sonra Vaqifi məzhəbi Quran məlunlardan oldu. Bu hədisi nəql etdiyi vaxt zahirən hələ yaxşı vaxtdır. Çünki İmam Kazım əleyhissalam, Əbu İbrahim, yəni İmam Kazım əleyhissalam hadisəsi deyəm. Əbu Həmzə Bətainidir. Əbu Həmzə Bətaini. Deyir ki, Əbu Həmzə Bətaini, bayaq dedim Əbu Həmzə başqa idi. O Əbu Həmzə Somali idi. Bu Əbu Həmzə Bətainidir. İmam Səccad əleyhissalam, o İmam Səccad əleyhissalam sahabəsi Əbu Həmzədir. Bu Əbu Həmzə Bətaini İmam Kazım və İmam Rıza əleyhissalamın zamanında yaşayır. Bu Əbu Həmzə Bətaini zahirən elə yaxşı vaxtlarındaydı, imamın vəkil olduğu vaxtlarındaydı. Deyir ki, daxil oldum Əbu İbrahim, yəni İmam Kazım əleyhissalam məhzərinə. İmam Kazım əleyhissalam qalə li inni ləməv'ukum munzu 7 əşhur və ləqəd vu'ikə ibn 12 şəhrən. İndi həmən dövrdə xüsusi bir xəstəliymiş, yəni o temperatur qızma xəstəliyidir. Qızdırma xəstəliyi. Əbu Həmzə Bətaini deyir ki, Həzrət İmam Kazım əleyhissalam mən dedi ki, 7 ay, 7 əşhur. 7 ayda qızma xəstəliyi məndən götürülmür. Oğlum isə İmam Kazım əleyhissalam, oğlum isə 12 aydır, yəni 1 ilə yaxındır ki, qızma xəstəliyi ondan götürülmür. Və ləqəd vu'ikə ibn 12 şəhrən və hiyə tudaifu aleynə, gün-gündən də artır. Əşərtu ənəh la təxud fil cəsədi kulləh. Belə istəyirəm ki, bütün bədənimi sanki elə bir ot götürüb, məsələn. Rübbəmə əxədtu fi a'ləl cəsəd və ləm təxud fi əsvəlih. Bəzən deyir ki, aşağıdan hiss eləyirəm, yuxarıda olmur. Bəzən yuxarıda hiss eləyirəm, aşağıda olmur, sanki yayılır bədənim. Bəzən belə olur. Və rübbəmə əxədtu fi əsvəlihi, əxədət fi əsvəlihi və ləm təxud fi a'lə. Hərarəni götürəydən, hərarən deyir ki, əxədət olsun. Bəzən görürsən qızdırma aşağıdan başlayır, yuxarısında olur. Yuxarıda bədənin yuxarısında olur, aşağısında olmur. Nəsə danışır Həzrət, bədənin halətini danışır. Qultu cu'iltu fidək. Bizə lazım olan bu hissəsidir. İn əzintə li həddəstükə bi hədisin ən Əbi Bəsir ən cəddik. Dedim, ağa, icazə versəydin Əbu Bəsirdən ki, bir hədis eşitmişdim, o da cəddindən eşitmişdi. O hədisi icazə versən sənə nəql eləyim. Ənəhu kânə izə vu'ikə istəanə bil-mail barid. Deyir ki, fəyəkunu ləhu səvban. Deyir ki, Əbu Bəsir deyirdi ki, cəddin İmam Baqir əleyhissalam elə ki, bədəndə qızma xəstəliyi olardı, soyuq su tələb elərdi və 2 dənə paltarı olardı. Fəyəkunu ləhu səvban, səvbun fil-mail barid və səvbun ələ cəsədihi. Yanında da sərin su qoydurardı, soyuq su qoydurardı, su dicdaşəsin, paltarını salırdı soyuğa. Geyinirdi, biraz bədəni qızanda gene dəyişirdi. Yəni paltarları isladıb geyinirdi bədəni ki, bədəninin qızmasını aparsın. Və səvbun ələ cəsədihi. Yuravihu beynəhumə. Tez-tez dəyişərdi o yaş paltarlar, tez-tez geyinərdi ki, bədəninin qızması geçsin. Bizə lazım olan bunlar hamısı müqəddimə idi bu sözün. Thumma yunadi hatta yusma savtuhu ala babid dar. Ya Fatimə bint Muhammed. Fəqalə sadaqt. Kafidəndir rivayət. 8-ci səhifə 109. Dedi ki, Cəddül İmam Baqir əleyhissalam ucaq səsindən elə qışqırardı ki, hətta çöl darvazanın ağzındakı eşidərdi ki, qışqırardı, ya Fatimə bint Muhammed, yəni xanım Zəhra ki, Peyğəmbərin qızıdır. Məsum imam xəstədir, bədənində problem vardı, Allah yox xanım Zəhranı çağırır. Sonra da bu nəfərin sözüdür. İmam təsdiq edib, düz deyirsən, yalan demirsən. Əbu Bəsir düz deyib. Əbu Bəsir rivayəti düz deyib. İmam Baqir əleyhissalam xəstələnən zaman Allah yox, xanım Zəhranı çağırırdı. Fatimə bint Muhammədi çağırırdı. Adətən insanların zehnində bu belə təfəkkür vardı ki, kömək ancaq Allahdandır. Və dərhalda namaz deyir ki, İyyəkə nə'budu, İyyəkə nəstə'in. Amma dediyim kimi, rivayətlərə baxanda görür ki, yox, müstəqil kömək Allahdan olmalıdır, amma qeyri-müstəqil kömək imamlardan ya məsumlardan heç problem yoxdur. Və çoxlu dualarda gəlib ki, həmən dualarda məsələn birincidir ki, hər Şəban ayında bu şey oxuyur. Allahümmə salli ala Muhammedin və ali Muhammed şəcərətin nübuvvə hər gün
Şaban ayının müstəhəb əməli ki var, günorta namazından sonra oxuyuruq. Hər Şaban ayının günorta namazından sonra oxunan Şəcərətün Nübüvvə ki müfəssəl bir duadır və Mavdi'ur Risale və Muxtəlifəl Mələikə və Mədinəl İlm və Əhli Beytil Vəhy deyirik. Ondan sonra nə deyirik? Allahümme salli ala Muhammedin ve ali Muhammed el-kehfil hasin. Allah'ım Muhammed ve onun ailesine salam salavatı gönder. El-kehfil hasin yenilmez qaladılar. Və qiyasil muttarril mustekin çıxılmaz vəziyyətdə qalanların köməkçiləridirlər. Yəni onda Əhl-i Beyt əleyhissalam bizi şirkə dəvət edir ki, biz Əhl-i Beyt əleyhissalamı Allahın höccətlərin Qiyasul muttarril mustekin bilək və Məlcəil haribin və Muncil xaifin və ismətil mu'tasimin, qorxanların yeri, nə bilim deyə, mu'tasimlərin, sığınmaq istəyənlərin sığınacaq yeri, maşallah bir-birini vəsfini. Bu da bir dəlildir ki, onda məsum bizə dua öyrədir, Şaban ayı Allahın ən mühüm ayında, hər gün məsələn günorta namazından sonra Əhl-i Beytə xitab edir ki, siz köməksizlərin köməyi. Görülür, Allah köməksin köməksizdir. Digər bir hədis. Ya Mevlati ya Fatimətə əğisin. Misbahda, deyir ki, Qəbəsul Misbah kitabında Sehreşdidir, nədir? Şeyx Tusi'nin tələbəsi, nəql hədisi kimdən? Əni Sadiq aleyhissalam qal. İzə kanət ləkə hacə iləllah və duqtə biha zərən. Təsalli rəkəteyn. Elə ki, hacətin, problemin, belə də çox çətin vəziyyətə gəlib çatdı ki, artıq heç kəs sənə kömək elə bilmir, hər yerdən çarə yolların kəsilibdir, 2 rükət namaz qıl. Fəizə səlləmtə kəbbirillah sələsən. Namazı qutarandan sonra 3 dəfə Allahu Ekber denən və səbbih təsbih Fatimə aleyhissalam və xanım Zəhra aleyhissalamın zikrini denən, təsbih denən. Thumməscud, sonra səcdə elə. Və qul 100 mərrə və səcdə halındaykən bu sözü denə. Ya Mevlati, ya Fatimə əğisini. Thumma da xəddəkə ləmin ələl ard və qul misli zalik. Thumma ud ilə sucud və qul zalikə 100 mərrə. Deyir ki, namazı qutar. Ondan sonra alını qoy, türbəti alını qoy möhrə. Denən ki, 100 dəfə denən. Ey xanım Zəhra, ey Fatimə-i Zəhra, əğisini, mənə yardım elə, əğisini. Qovs, yəni kömək, yardım elə. Sonra sağ üzü qoy, sol üzü qoy, sonra nə bilim, təzdən alını qoy və hər dəfəsində də 100 dəfə xanım Zəhradan kömək istə, səcdə də kömək istə. Demə, ondan əuzubillah İmam Sadiq eləsən bizi şirkə dəvət eləməz ki. Deyərdi ki, elə bu cür öyrədərdi də bizə. Çünki bunlar hamısı şiyələrə xitabdır. İmam Əleyhisselam bağlı kəzmirdi, mənə bu cür öyrətsin ki, çarəsiz vəziyyətdə qalanda, alını qoy torbağa, denən ki, ilahi, səni and verirəm xanım Zəhranın ehtiramına mənə. Bunu deyə bilərdi də. Niyə demədi? İmam Nəvz bağlı kəzmir. İmam şuuru şəkildə deyir ki, əgər elə bir halətdə qalıbsan ki, heç kəs sənə kömək eləməyəcək, bütün çarə yolların bağlanıb. Rivayət nəvə cürdür. Yəni Sadiq aleyhissalam, İzə kanət ləkə hacətun iləllah. Əgər Allaha bir hacətin varsa ki, da heç yol yoxdur. Və duqtə biha zərən, yığılıb qalıbsan burada, heç bir yerin yolun yoxdur. Bütün çarə yolların bağlanıb. Bütün çarə yolların bağlanan halda demir denən ki, ilahi xanım Zəhraya xatir hacətimi ver. Denir ki, ey xanım Fatimə-i Zəhra, əğisini mənim dadıma çat. İmam deyər, belə deyər ki, Allahdan istə. İmam demir Allahdan istə, deyir ki, xanım Zəhradan istə. Denən əğisini. Və zkur hacətəkə fə innəllah yaqılıyha. Ondan sonra bu dediyim proses həzrət buyur ki, alını qoyandan sonra sağ üzü, sol üzü qoy, hər dəfə 100 dəfə xanım Zəhranı çağırandan sonra, ondan sonra hacətini istə. Fə innəllah yaqılıyha. Allah Teala hacəti rəva eləyər. Nəhnu babul qavzuna əmirul müminun qavzul muqtarin və ilaxır və s. Bu həddən artıq çoxdur, onu istəmirəm çox da vaxtı təkrar şeylər çox olmayayım ona görə. Deyir ki, salatul hüccəl qaim əccələ fərəcəşər rəkəteyn. Təqra fi kulli rəkətin fatihətil kitab ilə iyyəkə nə'budu və iyyəkə nəstə'in. Thumma yaqul 100 mərrə iyyəkə nə'budu və iyyəkə nəstə'in. Thumma tutimmu qira'atul fatihə və təqra ba'da al-ixlas mərrə vahidə və təd'u aqibə və təqul Allahumma azzuməl bəla və bərihəl xəfa və kəşəfəl qitar. Ki, bu neçə forması ilə gəlibdir. İmam Zaman əleyhissalamın namazından sonra və digər yerdə də mərufdur.
İmam Zaman əleyhissalamı çağırır, beni Allah'ı çağırandan sonra, ta ki Allah'la istiğasından sonra ne bu söz deyirik? Belə deyirik. Deyirik ki Allahümme salli ala Muhammedin ve ali Muhammed ellezine emertena bi taatihim. Biz emrimiz onlara itaat ile ve accil ferecahum bi qaimihim ve azhir i'zazahu. Sonra deyirik. Bize lazım olan söz budur. Ya Muhammedu ya Ali. Ya Ali ya Muhammed. Maraqlı burasındadır ki kafi Allah'ın adlarındandır. Kafi Allah'ın adlarındandır. Yani her şeye bəs edən, kifayət edən. İkfiyani fe innekuma kafiyan. Ey Muhammed, ey Ali, ikfiyani, mənə bəs olun. Fe innekuma kafiyan. Siz kafilər. Onda denən ki, imam, nəuzubbillah, bizi vadar elə ki, bizi şirk edək. Allah'ın kafi adını Peyğəmbərə və Əliyə nisbət verir. Ya Muhammedu, ya Ali, ikfiyani fe innekuma kafiyan. Vənsurani fe innekuma nasiran. Mənə kömək eləyən, siz kömək eləyənlərsiniz. Vəhfazani fe innekuma hafizay. Məni qoruyun. Hafız Allah'ın adıdır. Niyə görə Peyğəmbərə diyor, ilahi. İmam mənə bu cür öylədə bilərdi, şuuru şəkildə ki, Allah'dan istə, imamdan istəmə deyərdi ki, get Allah'a denən ki, Allah, Peyğəmbər Əliyə xatircülər sənin üçün əziz bəndələrdir, mən hifz elə. Bunu öylədə bildiyi halda mənə deyir ki, namazdan sonra bu cür deyəcəksən. Deyirsən, ya Muhammed, ya Ali, ihfizani, siz ikiz qoruyun məni. Hifz özün Allah yox, Peyğəmbər Əliyə nisbət verir. Yaxşı, nə deyək? Bir dənə döy hədis, 2 dənə döy, 3 dənə döy, 10 dənə döy, 50 dənə döy, 100 hədis. Hər babdan bir 2 dənə şey seçirəm. Mən Allah kömək olsun, seçim yığıblar ora. Hərəsindən bir dənə 2 dənə. Yəni bir dənə 2 dənə deyirsə, bəlkə sənədində problem vardı. Nəuzubillah, imamlar əvvəl ağırlarını bizi şirk öyrətdilər. Deməli, onda bir həqiqət var. Əgər Allah'dan bir şey istəyirsənsə, onun höccətinin qapısına gedəcəksən. Bəli, əgər höccətin müstəqil birisi, onda müşriksən, kafirsən, Allah'ın düşmənisən, cəhənnəm əhlisən. Yox, əgərsə bu cür yanaşırsan ki, Allah o qüdrəti ona verir, istədiyi vaxt Allah heç nəydə yoxdur. Hər nəyi var hamısı Allah'dan, onda olacaq tohid. Eyni tohid olacaq. Demək, onda tohidlə şirk bir müstəqil və qeyri-müstəqil məsələsindədir. Özündən bir şey varsa olacaq şirk, Allah'tan da hər nəyi varsa olacaq tohid. Ya Muhammed, ya Ali, ikfiyani fe innekuma kafiyay. Mənə kifayət edin, siz kifayət edərsiniz. Ya Muhammed, ya Ali, unsurani fe innekuma nasiray. Mənə nasir olun, kömək olun, siz köməksizsiniz. Ya Muhammed, ya Ali, ihfizani fe innekuma hafizay. Və axırına qədər. Başqa bir duada eyni həmən məzmun gəlib, ya Cəbrail, ya Muhammed, ikfiyani. Bu dəfə Peyğəmbərə yox, yəni Əli Aleyhisselam'a yox, Peyğəmbərlə Həzrət Cəbrail Aleyhisselam'a deyir ki, ya Cəbrail, ya Muhammed, ikfiyani, mənə bəs eləyin. Rabbi formasıdır ki, Cəbrail də Allahın üstün məxluqlarından, bəndələrindən biridir. Yəni o məzmunda da bir neçə rivayət var. Başqa yəni həmin o yuxarıda oxuduğum rivayətə bənzər başqa bir rivayətə və yəqulu ya Fatimə bint Muhammed əşr mərad ətəşafə bikə yallah fima nəzələ bi fə innəhu yəbra inşallah. Əgər bir nəfər deyə xəstələnsə, onda 10 dəfə, yuxarıda hədisdəki 100-dür, burada deyir 10 dəfə desin ki, ya Fatimə bint Muhammed, 10 dəfə xanım Zəhra əleyhissalam çağırsın, Allah Teala o xəstəlikdən nicat verər. Allah Teala ona şəfa verər. Allahümme binəbiyyikə Muhammedin, bu cür bizə çox da lazım deyil, çünki Allaha and verir, amma bu cür hədislərdə həddindən artıq çoxdur. Deyir ki, başqa bir rivayətdə gəlib ki, İmam Sadiq əleyhissalamdan fəlyəqif ində rəhsil Hüseyin əleyhissalam vəliyəqul ya Əba Abdillah əşhədu ənəkə təşhədu məqami və təsməu kəlami və ənəkə həyyun ində Rabbikə turzəq fəsəl Rabbəkə və Rabbi fi qadai həvaici fə innəha tuqla inşallah Teala. Deyir ki, gəldin durdun İmam Hüseyin əleyhissalamın qəbrində. Bu arada rivayətlərdən çox. Demir ki, Allah'tan istə İmam Hüseyin əleyhissalama xatir versin. Deyir, İmam Hüseyin'dən istə. Deyir, ya Əba Abdillah, dur İmam Hüseynin mübarək qəbrinin qabağında, deyir ki, ey Əba Abdillah, əşhədu ennəkə təşhədu məqam, mən şahidəm ki, sən məni görürsən. Mənim hərəkətlərimi görürsən. Və təsməu kəlamı sözlərimi də eşidirsən. Və ennəkə həyyun ində Rabbikə turzaq, sən dirisən, onun Rəbbin yanında cənnət neymətlenirsən. Fəsəl Rabbəkə və Rabbi fi qadai həvacı. O Allah ki, həm sənin və həm də mənim Allahımın hacətlərimi versin. Allah'dan istəsin də, niyə İmam Hüseyin'dən istəyir? Niyə İmam Hüseyin deməlidir? Deyir, imama denən, qoya desin. Çünki sənin ləyaqətin yoxdur, ondan istəyəcəksən ki, o alıb versin sənə. Elhamdülillah, Rabbil aləmin, əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil aləmin.
Ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammedin ve accil ferecehum. ودخل المدينة على حين غفلة من أهلها فوجد فيها رجلين يقتتلان هذا من شيعته وهذا من عدوه فاستغاثه الذي من شيعته على الذي من عدوه فوكزه موسى فقضى عليه قال هذا من عمل الشيطان İnnehu aduvvun mudillun mubin. Sadakallahul aliyyul azim. Ötən söhbətlərimizdə təvəssül barəsində və şəfaət barəsində geniş şəkildə neçə söhbətlər elədik. Bugünkü söhbətimdə inşallah istiğasə barəsində danışacağım. Amma bugünkü şübhəm təkcə vəhabilərə qarşı deyil. Çünki qardaşlardan bəzisi xahiş elədi ki, sırf öz şiə qardaşlarımızın ki, bəziləri şübhəyə düşüblər ki, imamdan bir şey istəmək olar ya olmaz, birbaşa istəmək. Ona görə bu söhbətim şübhəyə cavab olsa da öz şübhəmizə cavabdır. Yəni, öz içimizdə olan şübhəyə cavabdır. Vəhabilərlə danışmırıq. Ona görə də kimsə mənə etiraz eləməsin ki, bu dediyin hədislərimiz öz hədislərimiz. Mən bu söhbətim artıq yönəliydi özümüzə. Vəhabi ilə üstündən işim yoxdur. O şiə qardaşlar ki, şübhəyə düşüblər ki, görəsən imamından bir şey istəyə bilərəm, istəyə bilmərəm. Artıq mənim işim yoxdur. Buxaridə nə gəlibdir, Müslimdə nə gəlib. Ona görə deyəcəyim hədislər hamısı öz kitablarımızdan gələcək ki, zehnimizdə olan, yəni öz içimizdə olan qardaşlar ki, zehndə bəzi şübhələr var ki, imamdan bir şey istəmək olar ya olmaz. O şübhələri dəf eləmək üçün bu söhbəti eləyəcəm ki, qardaşların zehnindən bu şübhə çıxsın. İstiğasə, yəni kömək istədi. Bu ayə ki, oxudum, Qəsəs surəsi 15-ci ayə. Bu ayəni niyə görə oxudum? Bu ayə bizim bəhsimizə aidəti olan bir ayədir. Bizim bəhsimiz bundan ibarətdir ki, görəsən, Allahdan başqasından yardım istəmək olarmı? Əvvələn bunu qeyd edeyim ki, yardım istəmək, Allahdan başqasından yardım istəmək, 3 formada təsəvvür oluna bilər. Bir dəfə deyirəm ki, ilahi, filan kəsə xatir mənə yardım elə. Peyğəmbərinə xatir, Əli əleyhissalama xatir, xanım Zəhraya xatir mənə yardım elə. Burada zahirən heç bir müsəlmanın bir problemi yox. Çünki burada istək Allahdandır. Burada şübhə eləməyiblər. Nə vəhabisi, nə sünnisi, nə şiəsi. Burada bir problem görmürlər ki, Allahdan bir şey istəyəsən filan kəsin xatirinə. Burada zahirən işqallı bir şey yoxdur. İkincisi budur ki, deyirəm ki, ey imam, ey xanım Zəhra, ey filan kəs, Allahdan istə ki, mənim hacətimi versin. Burada da genə zahirən o qədər problem yoxdur. Sünni şiə hamısı qəbul edəyibdir. Vəhabilərin də mümkün bəzi alimləri bəzi dar çərçivədə qəbul edirlər ki, lakin de Peyğəmbərdən olar. Xüsusilə gedəsən Peyğəmbərinə, istəyəsən ki, Allah məsələn filan ümmətin günahı bağışlasın. Dar çərçivədə qəbul ediblər. İkinci forma yardım istəməkdə bəşərdən istəyirəm, məxluqdan istəyirəm, amma necə deyirəm ki, Allahdan istə ki, filan hacətimi, yəni ya Peyğəmbər, ya xanım Zəhra, Allahdan istə ki, filan hacətimi versin. Bunda da yenə deyir ki, o qədər çox problem yoxdur. O ki, problemdir, üçüncüsüdür. Üçüncü nədir? Birbaşa məsumun özündən istəmək. Ya İmam Hüseyin əleyhissalam, mənə pul ver. Ya İmam Hüseyin, mənim xəstəmə şəfa ver. Ya İmam Hüseyin əleyhissalam, mənim uşağım olmur, mənə uşaq ver. Bu şirkdir ya yox. Bu başdan deyirik ki, şirk və tohid arasında geniş şəkildə saatlarla, dəqiqələrlə ötən bəhslərimizdə söhbətlər eləmişik. Qayıdıb müraciət eləmək istəyənlər əqidə və şübhələrə cavablarda geniş şəkildə danışmışdıq ki, bunlar ibadətə necə tərif veriblər, şirkə necə tərif veriblər, biz necə tərif vermişik, o bəhslərə qayıtmaq istəmirəm. Xülasə var, bunu deyirik ki, şirk ilə tohid arasında bir balaca sap kimidir. Bir balaca o tərəfə eləyəndə şirk olar, bu tərəfə eləyəndə tohid olar. Nədir o həmin o sap? Ki, bir balaca o tərəfə eləyəndə insanı mömin də elə bilər, kafir də elə bilər. Əgər insan bu etiqadda olsa ki, imamın özündən heç nəyi yoxdur. Hər nəyi varsa, elmi, qüdrəti, mənə verəcəyi, məndən alacağı neyinizə, hamısı Allahdandır. Bu oldu tohid. Çünki sən imamın özünə heç bir şey vermədin. Hər nə gördünüz, Allahdan gördün.
Sadəcə olaraq İmam Allah üçün o qədər əzizdir, onun üçün o qədər sevimli bəndəsidir ki, mənə sənə vermədi, ona veribdir. Yəni imamın özündən heç nəyi yoxdur. Hər neyinirsə hamısı Allahın izni, Allah ona verdiyi elmi, ona verdiyi imkan sayəsində eləyir. İstədiyi vaxtda Allah heç nə eləyə bilməz. Onda olacaq eyni tohid. Bu əqidəni başında olandan sonra deyirəm ki, ya İmam Hüseyin, mənim uşağım yoxdur, mənə uşaq ver. Mənim elmim yoxdur, mənə elm ver. Mənim pulum yoxdur, pulu ver. Evim yoxdur, ev ver. Mənim xəstəmə şəfa ver. Və bilirəm ki, imam hər neyinirsə özündən heç nə eləməz, hamısı Allahın ona verdiyi qüdrət və elm sayəsindədir. Bunda olacaq tohid. Bir də var, məsələyə bu cür baxıram. Elə bilirəm ki, Allah Taala imamı xəlq eləyib, gedib oturub məsələn Nəuzubillah öz kabinetində, nəstəcir billah, elə bil ki, bir təsəvvürləsə bir müdür kimi, buraxıb imamın öhdəsində ki, imam nə bildi eləyəcək. Yəni Allah imamdan əlaqəsini kəsib, da imam artıq müstəqildir, nə bilsə eləyəcək, bu olacaq şirk. Ki, Vəhhabilər bunu ayırt elə bilmirlər. Və çox təəssüflər olsun ki, o şübhələr yavaş-yavaş sirayət edir şiələrin də zehninə. Elə bilirlər ki, biz deyəndə ki, İmam Əleyhissalam istədiyi iş görə bilər, o deməli müstəqil görər. İmamı müstəqil görmək Allah qabağında nid düzəltməkdir, şərik düzəltməkdir. Onda olacaq şirk. Onda olacaq sən imamı Allah şərik qərar verdin. Biz bu cür demirik, deyirik istiğasədən məqsədimiz, imamdan istəmimiz odur ki, İmam Allah üçün o qədər əziz bəndədir, o qədər gözəl bəndədir, o qədər sevimli bəndədir ki, Allah Taala başqası üçün açmadığı qapını açıb, başqasına vermədiyi şansı ona veribdir ki, ey mənim məsələn deyə bəndəm Əli ibn Əbi Talib, ey mənim bəndəm Muhammed ibn Abdullah sallallahu və sallamu əleyhimə. Yox deyil mənim məsələn deyə kənizim xanım Fatimə-i Zəhra. Mən sizə üçün bu qapını açmışam, siz ki mənə gözəl bəndə oldunuz. Ged biri xəstə olanda xəstəsinə şəfa ver, birinə nə bilim hacətin ver, birinin pulunu ver, birinə nəyin vercinə. Bizim iddiamız budur ki, Allah o qapını onun üçün açıb, Allah o şansı ona verib, Allah o imkanı ona verib, o qüdrəti, o elmi verib. Niyə görəm onda mən müşrik olum? Qəlbində oxuyacaq hədisləri, ayələri. Sual, Allahdan başqasının kömək istəmək olarmı? Necə ki, bəzilərin zehində var, yəni deyim, artıq mənim söhbətim Vəhhabilərlə deyil, özümüzlə. Elə bilir ki, Allahdan başqasının kömək istədim, mən şirk eləmişəm. Bu ayənin ki, sözümü başladım, Həzrəti Musa Əleyhissalamın qissəsindədir. Musa Əleyhissalam yolundan keçirdi, hələ Fironun şəhərində yaşayırdı. Hələ getməmişdi, qaçmamışdı şəhərdən. Gördü ki, Bəni İsraildən bir nəfərlə, yəni Musa Əleyhissalam qohum əqrabasından bir nəfərlə, Qibtilərdən, yəni Fironun adamlarından bir nəfər dalaşırlar. Musa Əleyhissalam kömək istədi. Deyir ki, فَاسْتَغَاثَهُ الَّذِي مِنْ شِيعَتِهِ عَلَى الَّذِي مِنْ عَدُوِهِ. Bəni İsraildən olan, yəni Musa Əleyhissalam qohum əqrabasından olan bir nəfər düşməninə qarşı Musadan kömək istədi. فَاسْتَغَاثَهُ kömək istədi. Sual, əgər Allahdan başqasına istiğathən, Allahdan başqasına əğathə yuğithən kömək eləmək deməkdir. İstiğathən kömək istəmək deməkdir. Əgər Allahdan başqasından yardım istəmək şirkdirsə, nə dəxli var? Diqqət edin bu sözümə. Sözümə diqqətlə qulaq asın. Şirk hər yerdə haramdır. Nəinki şirk bəzi yerdə halaldır, bəzi yerdə haramdır. Yox, belə bir şey yoxdur. Əgər hər hansı bir şeyi Allaha şərik qoşuruqsa, şirk olursa, o haramdır, bidətdir, qadağandır, günahdır, cəhənnəm olur, adı hər nə qoysan qoy. Üstünə xət çəkilibdir. Amma nəinki deyək, dirini Allaha şərik qoşmaq olar, ölünü Allaha şərik qoşmaq olmaz. Belə bir şey yoxdur. Şərik qoşmaq batildir, cəhənnəm odudur, insanı dindən çıxardar. Dirini də Allaha şərik qoşsan olmaz, ölünü də Allaha şərik qoşsan olmaz. Ona görə insanlar necə aldadırlar? Musa Əleyhissalamın qissəsində ki, o diri idi, diridən kömək istəmək olar. Necə ki, bunu geniş şübhələrdə Vəhhabilərə cavab verir, demişdim bu sözü. Əgər şirkdirsə, ölünü də Allaha şərik qoşsun haramdır, dirini də. Allaha şərik qoşmaq olmaz ümumən. Nə peyğəmbərin, nə mələkin, nə insan, heç kəsə. Quran deyir, fəstəğathəhu. Musa Əleyhissalamdan istiğathə elədi, kömək istədi. Əgər şirk edirsə, Musa Əleyhissalam nə deyir ki, Allahdan istə. Niyə məndən istəyirsən? Deməli, onda istiğathə Allahdan başqasına da caizdir. Və yaxud Allah Taala Musa Əleyhissalamın özün Firona tərəf göndərəndə niyə Allahın köməyini arxalanma dedi ki, qardaşım Harun mənə köməkçi qoşuna. Belə deyərdi də. Deyərdi ki, ilahi, sən mənə bəs eləyərsən, hansı ki, innə mə'yə Rəbbi səyəhdin deyir başqa bir ayəsində. Rəbbim məndən də və özünə mənə yol göstərəcək. Deməli, onda Allahdan başqasından kömək istəmək
Haram değil, bid'at değil, şirk değil, küfür değil. Allah'tan başqasını müstəqil görmək şirkdir. Musa əleyhissalam şuurlu bir məxluqdur, Allahın sevimli peyğəmbəridir, əziz peyğəmbərdir. Bilir ki, Allah Taala heç kəsin zənbildə kömək sallamır. Çünki insana köməkçi lazımdır. Atadan, qardaşdan, dostdan, kimdənsə. Allah Taala qeybi qüdrətini hər işi görə bilər. Allahın qüdrətinin qabağında heç nə dayana bilməz. Amma Allah da bu aləmi səbəb-nəticə qanunlarına tabe elətdirib. Əgər düşmən üzünə gedirsən, yanında bir əsgərin olmalı, yəni bir köməkçin olmalıdır. Musa əleyhissalamın Harunu köməkçi istəməsi Allaha şərik qoşmaq demək deyil. Bəlkə Allahın qoyduğu qanun çərçivəsində əməl eləməkdir. Musa bu şuurlu şəkildə bunu eləyir. Deyirlər, mənə göndərirsən, mənim dilimdə məsələn qüsur vardı, uşaqlıqda dili yanlış deyən hər nə, qardaşım məsələn deyir, Harun məndən daha yaxşı danışır. Mümkün mən sözümü yaxşı ifadə edirəm, o məndən daha yaxşı ifadə edir, qoy məndən getsin. Əgər Allahdan başqasının öz işində köməkçi qoşmaq haramdır, Musa əleyhissalam onu eləmədi və yaxud Allah onu inkar edərdi ki, ey Musa, niyə mənə şərik qoşursun əksinə? O Harunu köməkçi istədi, Allah da verdi. Deməli, onda Allahdan başqasını köməkçi kimi çağırmaq, kömək istəmək haram deyil. Yaxşı, Allahdan başqa bir şey insana fayda verə bilər. Milyonlarla şeylər insana fayda verə bilər, Allahdan başqa şey. Quran ayəsində, hədislərində təsdiqlənib. Amma Allahın izni ilə. Cansız dərmanı tutaq ki, deyə bir dənə hər hansı bir parasitamolu. Götürüb, cansız bir əşyadır, götürüb atır ağzına, bir sikan suyuna içdin getdi. Yarım saat sonra başının ağrısı keçir. Buna şərik qoşdun Allaha. Məyər Quran demir ki, və izan məriyyəttu fəhuvə yəşfini. Əgər mən xəstələnsəm, o mənə şəfa verəndə, Allah mənə şəfa verir. Və sonunda şəfanı niyə görə dərmanda gördün? Hə. Savadlı, əqidəsini bilən mömin, bilən müsəlman, şiə, dərhal nə deyəcək? Deyəcək, mən şəfanı dərmanda görmürəm ki, o dərman vasitədir, şəfanı verən Allahdır. Amma Allah da öyle söyledi, sənə şəfa verməyəcəm. Ged zəhmət çək, o dərmanı at, ondan sonra mən sənə şəfa verim. Allah Taala işlərin vasitələrlə qərar verib. Xəstələnsə də get həkimə. Nə bilim deyə psixoloji durumun var, get psixoloqa. Nə bilim filan şey var, get filan yerə. Allah Taala hər şeyə qadirdir, amma vasitələrlə iş görür. Eləcə də imam da, məsum da bu aləmdə Allahın vasitəsidir. Allah Taala'nın gücü çatmırdı ki, birbaşa bu aləmdə iş görməyə, gücü çatırdı. Və niyə görə vəhyin özü göndərə bildi, Allah necə ki, bəzi hallarda Peyğəmbərə birbaşa vəhyin göndərir. Niyə Cəbraildən göndərirdi? Niyə Cəbrailin vəhyin mələk eləyib? Allah öldürə bilməz, canımızı da alır, Allah öldürür də. Və niyə Əzrail əleyhissalamı tapşırıb ölüm mələci adı qoyub? Allah elə bilir də bunu. Üstəlik hələ bunlar böyük mələklərdən. Onlar keçirik o deyir. Fəl-müdəbbirati əmra. Demək, bir dəstə mələklər var, Allahın bu aləmdə tədbir tökürlər. Hamısı bilir, müdəbbir Allah özüdür. Allahdan başqa müdəbbir ola bilməz, amma bununla yanaşı Quran fəl-müdəbbirati ən azından 3 dəndən çox olmalı ki, cəm siğəsi deyilsin ona. Naziat surəsində. And olsun bu aləmin tədbirini tökən mələklərə. Deməli, onda Allah Taala bu aləmə bir qanun qoyubdur, bir tədbir tökən mələklər vardır. Amma Allahın izni ilə. Allah icazə verib deyin, tədbir tökürlər. Allah vəhiy Cəbrail əleyhissalama tapşırıb. Nə bilim deyə bəzi qovumları həlak eləmək Cəbrail əleyhissalam öhdəsinə qoyub. Nə bilim suru üfürmək İsrafil əleyhissalama tapşırıb. Ölüm mələkin ölüm işin Əzrailə tapşırıb. Həyat vermək ruh deyilən bir varlığa tapşırıb. Nə bilim nə Nəuzubillah, Allah acizdir bu işləri görməkdə. Yox. Niyə görə? Sual. Əsas bəhsimiz buradadır. Niyə görə bir şiə qardaş, o bir şiə qardaşa etiraz eləsin ki, sən ki getdin ki, ya Hüseyin, mənim məsələn xəstəmə şəfa ver, mənə pul ver, mənim uşağım yoxdur, mənə uşaq ver, mənim evim yoxdur, ev ver. Bir şiə qardaş, yəni Vəhhabilərin işim yoxdur. Bir şiə qardaş, o bir şiə qardaşın ittiham eləsin ki, bu şirkdir, bunu demə. Niyə? Əzrail əleyhissalama ölümü nisbət verəndə müşrik olmursan, deyirsən ki, ölüm mələki, Əzrail ölüm mələki, adın qoy ölüm mələki. Bəzilərinin qaşınmaqdır ki, Əzrail mötəbər rivayətlərdə gəlməyib. Adın qoy ölüm mələki, Quran ki, ölüm mələki, mələkül mevt. Ölüm mələki öldürür. Vəhiy mələki vəhiy gətirir. Allahın işlərinə ona nisbət verən heç kafir olmursan. Həmən o işi də İmam Hüseynə nisbət verirəm. Necə ki, deyirsən ki, Əzrail öz başına döy adam öldürsün. Nə bilim deyə Cəbrail öz başına deyil vəhiy gətirsin. Deyirəm ki, İmam Hüseyin öz başına döy ki, adam deyilsin. Amma Allahın izni ilə eləyə bilir. Necə ki, İsa əleyhissalam özünə nisbət verir, Allaha nisbət vermir.
İsa əleyhissalam deyir ki, mənəm ölüləri dirildirəm Allahın izni ilə. Mənəm korlara göz verirəm Allahın izni ilə. Mənəm nə bilim deyə sağalmaz xəstələrə verirəm, şəfa verirəm Allahın izni ilə. Mənəm bilmədiyiniz evdə gizlətdiyiniz şeyləri sizə xəbər verirəm Allahın izni ilə. Demir Allah Taala dirildir. Demir Allah dirildir ki, inni əxluqu lakum minət-tin. Mənəm xəlq elədim palçıqdan. İnni təkidlənli bi iznillah. Allahın izni ilə. İsa əleyhissalam bilmirdi cümlə qurmağın təhərin. Deyərdi ki, Allah mənim əlimlə düzəldir demədi. Mən düzəldirəm. Mən palçığı düzəltdim. Mən ona üfürdüm, amma Allahın izni ilə. Deməli, onda Quran bizə sübut eləyir ki, Allah Taala bəzi bəndələrində, o həmən bəndə cindən də ola bilər, mələkdən də ola bilər, peyğəmbərdən də ola bilər, quşdan da ola bilər, hər şeydən də ola bilər. Allah Taala bəzi bəndələrinə bəzi şeyi verir ki, o birilərinə verməyib onu. Və həmən şəxslər o işi görürlər, həqiqətdə görürlər, xəyalən yox. Həqiqətdə görür. Necə ki, Allah Taala Quranda deyir ki, və ma rəməytə iz rəməytə və lakinnəllah rəmə. Atmadın o vaxt ki, sən atdın. Ancaq Allah atdı. Həm Peyğəmbərinə nisbət verir, həm Peyğəmbərinə nəfi eləyir. Bu nə olan sözdür? Və ma rəməytə iz rəməytə. Atmadın o vaxt ki, atdın. Bu nə cümlə quruluşudur Quranda? Bizi bir həqiqətə vaqif elətdirsin, agah elətdirsin ki, iki cür baxış var. Bir müstəqil baxış var, onda şirk eləyirsən. Bir Allahın izni baxışı var, onda olur tövhid. Yəni, əgər biz baxsaq ki, Peyğəmbər ki, əlin vurdu torpağa, atır düşmən tərəfinə döndü, məsələn, bir fırtına, onları məğlub eləməyinə səbəb oldu, onların gözünü tutdu, nə bilim, onların imkanlarını kəsdi. Peyğəmbərin müstəqil atışı kimi baxsaq olacaq şirk. Allahın icazəsinə başlamaq onda tövhid. Ona görə Quran deyir. Və ma rəməytə, atmadın, izə rəməytə, o zaman ki atdın. O zaman ki atdın, amma atmadın, Allah atdı. Yəni, ya Peyğəmbər, özünə nisbət verirsən ki, məndən idi, olacaq şirk. Demir Allah atdı, deyir, sən atdın, amma atmadın. Sən atdın, amma atmadın. İstəyir bizə bu həqiqəti başa salsın, tövhidlə şirk arasında. Hər hansı bir məsələyə müstəqil şəkildə baxanda ki, Allahdan qırıb baxanda, onda nə olacaq? Olacaq şirk. Allahın izni, icazəsi, verdiyi qüdrətlə baxanda artıq olacaq tövhid. Amma bu demək deyil ki, Allah Taala hər şey öz gəlib müdaxilə edir. Yox, o izni artıq veribdir. Necə ki, məsələn, bir müdür o qədər etibarlı görür müavinin, işçisin, açarlar bir hansı otada nə istəyirsən götür. İstədiyi vaxt o açar onun əlindən ala bilər. Peyğəmbər və imamların, mələklərin, müqərrəb mələklərində işi bu cürdür. Özlərinin heç nə yoxdur. Amma o qədər Allah yanında etibar qazanıblar, o qədər Allahın əziz bəndə olublar, Allah onu verib, onu əta eləyib ki, uşaq olsun. Yəni bir həkim yanına gedirsən. Bir gəlinin ya bəyim, nəsə bir problemi vardı, bir ay müalicə elədi, uşağa qaldı. Heç onda şirk demirik. Nə zaman çox keçdi? Amma deyəndə İmam Hüseyin mənə uşaq verdi, onda deyəm müşrik. Hansı məntiqdir? Həkimə gedib müalicə olunanda, o da vasitə idi. Həmən vasitəni şirk görmədin, dedin ki, Allah verdi, həkim vasitə oldu. İmam Hüseyin əleyhissalam neynədi, nətər məndən, o qeyb aləmdən neynədi, axı bir şeylər eləyir də. Niyə mən müşrik oluram deyəndə, ya İmam Hüseyin, məsələn, mənim özümü, övladımı uşaq yoldan uşaq ver. Niyə mən müşrik olmalıyam? Həkim maddi yollarla müalicə edirdi, hansısa iğnə vurdu, hansısa dərman attırdı, həmən neynədisə. İmam Hüseyin əleyhissalam da bizim bilmədiyimiz bir yolla axı bir şeylər elədi də. Bu da vasitə idi. Niyə bu vasitədə müşrik olmuram, o vasitədə müşrik olurum? Hər ikisini var. Bəli. Yenə də deyirəm, dönə deyirəm, təkrarən deyirəm. Əgər baxsam ki, İmam Hüseyin əleyhissalam neynir özündən eləyir, Allahın onun işi yoxdur. Onda olacam müşrik. Onda olacam Allah qabağında İmam Hüseyin Allah yerinə ibadət eləmiş. Bir də deyirəm ki, Allah o qədər sevdi, seçdi ki, onun üçün qapı açdı. Da qapı açımız hər dəqiqə tədaxil eləmir ki, buna ver, ona ver, buna ver, ona vermə. Artıq o icazəni ona veribdir. İmam əqlül kuldur, artıq harda məsləhət bilsə şəfa verəcək, harda məsləhət bilsə verməyəcək, öləcək. Özü bilir, o bilir nə etmək lazım, onda ağıl öyrətmək olmaz. Amma deyək ta ki, hər dəfə İmam Hüseyin gəlsin, ay Allah icazə versəm də şəfa vermə, Allah verir. Olmadı ki bu. Dedi ki, bir müdür əgər arxayın oldusa bir muavinindən, işçisindən, sekretarından, katibində açarı veribdi ona. Amma fərq burasındadır ki, Allahla məxluqun arasında rabitə müdürlə muavinin rabitəsinə oxşamır. Necə? Müdür ölərsə, o açarlar qalar kimə?
Muavininə, oğluna, nəmi, sekretarına etibar edilmə. Amma Allahda bir şey yoxdur ki, nəsə rabitə qırılsın, ya nəuzubillah ölsün. Belə bir şey yoxdur. Onun feyzi daimidir. Elə bir necə günəşin şüası saniyələrini hər an saçır. Allahın da feyzi də qutarmayan bir şeydir ki, hər an peyğəmbərlərinə nədir? Özləri buyurlar ki, bir an kəsilsə biz də qutararıq. Hər an nədir? Elə bir ki, sanki o necə batarya dolduğunu. Allahın feyzi odur peyğəmbərlərin və mələklərin. Məxluqata daimi bir feyzlə ötürülməkdədir. Deməli, Allahdan başqasından yardım istəmək, kömək istəmək insanı şirk eləməz. İmamın qapısına gedəsən, ya əmir əl-müminin, mənə çarə qıl, mənə filan işimi ver. Burada heç bir şirk yoxdur. İndi mümkün deyərlər ki, bu sənin fərziyyələrindir. İmamlar bu işi görüblər, peyğəmbərlər bu işi görüb, peyğəmbərimiz və imamlar bu işi görüb. Ona görə istəyirəm ki, əyani surətdə rivayətlərə qayıdaq. Çünki bu şeylər artıq nədir? Rivayətlərdə görməli ki, imamlar bu işi görüblər, görmür, bizə əmr eləyiblər, eləməyiblər. Artıq burada heç kəs məndən sənəd istəməsin. Çünki o qədər çox rivayət oxuyacam ki, mütəvatirdir. Bir balaca işarə edirəm ki, təvatür bəzən ləfzi olur, mən kuntu mövla fəhəzə əliyyü mövla kimi. Artıq söz öz-üzdür. Bir də var, bəzən təvatür nə olur? Mənəvi olur. Bəzən də icmali olur. Mənim oxuyacağım rivayətlər mümkün nədir? İcmali təvatürün nəticəsidir. Bir balaca qısa izah edeyim bundan sonra. Təvatür ləfzidirsə, yəni məsumun ağzından söz necə çıxıbsa, o cürdə nəql olunur. Ta ki, məsələn deyək ki, sünni şiə hamısı nəql eləyib ki, əl-cənnətü təhtə əqdamil ümməhət. Cənnət anaların ayağı altındadır. Sünnisi, şiəsi, hamısı bu cür nəql ediblər. Başqa sözlərlə nəql eləməyiblər. Bu cür nəql ediblər. Peyğəmbər buyurdu ki, İnnəməl əmalu bin niyyat. Sanki Peyğəmbərin ağzından söz hansı ifadəni, hansı mübtəda ilə, hansı xəbərlə, hansı tamamlıq, hansı zərfinlə çıxıbsa, hansı cümlə quruluşu olubsa, o cürdə gəlib çatıb. Mən kuntu mövla fəhəzə əliyyün mövla. Kimsə nə qədər mən kuntu imaməhu fəəliyyün imaməhu. Bu cür deməyiblər. Mən mövla sözü işlədiblər. Buna deyilər təvatür ləfzi, yəni ləfz olaraq məsumun ağzından necə çıxıbsa o cür. Bir dəfə də var, təvatür nədir? Mənəvidir, yəni mənada mütəvatirdir. Necə? Tutaq ki, məsələn, fərzən misal deyək. Deyək ki, Əli əleyhissalamın Əmr ibn Əbdvədi öldürməyi. Biri, məsələn, fərzən belə deyək, biz tarixçi bu ya bir hədisi budur nəql edir ki, Əli əleyhissalam girdi, bir neçə kəlmə danışdı, ondan sonra burada atını qısını kəsdi, sonra da öz başını kəsdi. Biri deyəcək ki, Əli əleyhissalam ondan, məsələn, neçə dənə seçim ixtiyarına qoydu, qəbul eləməyəndən sonra, ondan döyüş tələb elədi, ondan sonra döyüşdülər Əli əleyhissalam. Cümlələr müxtəlif olacaq, nəticə etibarən olacaq ki, Əli əleyhissalam Xəndək döyüşündə Əmr ibn Əbdvədi öldürdü. Bu da təvatür mənəvidir, yəni məna da yəni cümlə eyni sözlər deyib, bu tarixçi bir sözlə deyib, başqa cümlə ilə deyib. Cümlə quruluşları müxtəlifdir, amma nəticə etibarən Əli əleyhissalam Əmr ibn Əbdvədi öldürdü. Bu oldu mənada təvatür. Bunların heç birisinin işim yoxdur. Mənim danışdığım icmali təvatürdür. Nə demək icmali təvatür? Yəni, müxtəlif mövzulara aid olan şeylər, ortaq bir nöqtədə cəmləşibdir. Tutaq ki, məsələn, fərzən belə deyək. Deyək ki, bir hadisədə nəql edir ki, bir nəfər Əli əleyhissalamdan borc istədi, öz evində yox idi, getdi bir nəfərdən borc aldı, onun borcunu verdi. Başqa bir deyək ki, Əli əleyhissalam döyüş qənimətlərini əldə eləmişdi, bir dilənçi bütün döyüş qənimətini ona verdi. Bir hadisədən filan şey, başa düşürük ki, Əli əleyhissalam çox kəramətli kişiymiş. Hadisələr müxtəlif hadisələridir. Biri İslamın əvvəllərində olan, biri ortasında, biri axırında, biri öz xilafət dövründə, biri Nəbi Peyğəmbərin zamanındaydı. Müxtəlif hadisələr nəqilir, heç birisindən də nədir? Belə deyək də, bir bağlayıcı nöqtəsi yoxdur. Bağlayıcı nöqtəsi nəticədə alırıq ki, filan hadisədə Əli əleyhissalam dünyaya bağlılıq olmadı, Allah yolunu verməyi bacardı. Əlində olan dünya malın, qızıldı, gümüş, nədirsə, verməyi çox rahatcasına eləyə bildi. Hadisələr isə başqa hadisələr, başqa adamlar, başqa epizodlar, başqa zamanlar, başqa ölkələr, bir-birinə əlaqəsi olmayan. Onları bir-birinə bağlayan ortaq nöqtə nə idi? Yekun nəticə, Əli əleyhissalam səxavətli kişiydi, kərim kişiydi, heç kəs. Uzanan əli boş qaytarmırdı. Çıxarda bilər. Burada artıq yəqin verir bizə. Yüzlərlə hadisələrdən yekun nəticə alırıq ki, Əli bir kişi idi ki, qabağında uzanan Əli dala qaytarmırdı. Əgər imkanı varsa, onu qəza eləyirdi, o hacəti yerinə yetirirdi. Buna deyilər təvatür icmali. Nə deməli təvatür icmali? Müxtəlif hadisələr, müxtəlif zaman,
məkanlarda baş vermiş hadisələrdən ortaq nöqtə çıxartmaq. Ki o ortaq nöqtə artıq yəqindir, orada şübhə yoxdur. Mənim bu deyəcəyim rivayətlərdə tavatur icmalisi vardır. Yəni istiğasə ilə bağlı, məsumdan bir şey istəmək ilə bağlı müxtəlif mövzulu rivayətlərin yekun nəticəsini alırıq ki, məsumu Allah yerinə qoyma, onu müstəqil görmə, onu Allah şərik qoşma, ondan sonra hər nə istəyirsən istə. Heç bir problemi yoxdur. Ona görə də yəqin ki, birinci söhbətdə qutara bilməyəcəm. Hər nə qədər oxuyaram, rivayətlərdən oxuyaram, qalan da qalar gələn söhbətimizə. Dediyim kimi artıq da məndən sənəd istəmirəm. Mən fəqət kitabların ünvanını deyəcəm ki, məsələn, filan kitabda, filan səhifədə bu rivayət gəlir. Çünki rivayətlər həddən artıq çoxdur. Bir dənə, 2 dənə, 5 dənə, 10 dənə deyil. Mümkün, məsələn, deyək, 100-lərlə rivayətin içində 20-sini, 30-unu oxuyacam. Hamısını vaxt çatmaz oxumağa. Məsələn, həmən ki, mümkün bölüm düzəldiblər, oxuduğum İmam Hüseyin əleyhissalamın hərəminin saytını oxuyuram. Məqalan adı budur, Əl-İstiğadə və Təvəssül və Lüculil Məsumin əleyhimussalam. 2016-cı ildə qoyulmuş məqalə, böyük bir məqalədir. Yahüseyn.com ki var, Zahir İmam Hüseyin əleyhissalam öz saytına aiddir. Oradan oxuyuram. Bir bölüm rivayətlər var, içində neçə rivayət var saymamışam. Bir bölüm rivayətlər var ki, Həzaratul Məsumin əleyhimussalam, yəni məsumlarımız özləri tövsiyə edirlər ki, bizə istianə elə, bizdən kömək istəyin. Biz demirik, özləri deyir, deyəcəm, oxuyacam rivayətləri. Amma hansı ki, hər gün namazda deyir ki, İyyəkə nə'bud və İyyəkə nəstə'in. Yalnız səndən ibadət edib, yalnız səndən kömək istəyirəm. Bunda necə imam mənə deyir ki, məndən kömək istə, bizdən kömək istəyin. O ki dedi, İyyəkə nə'bud, yəni müstəqil olaraq Allah, səndən başqa heç kəs kömək yoxdur. Amma nəstə'inu deyəndə, bəli, mümkündür, başqasına da kömək olar. İstiyanə ola bilər. Əgər onu Allahın höccəti görürsənsə, Allahın bir vasitəsi görürsənsə, heç problem olsun da. Məyər namazla oruc Allahdır? Yox. Hamı ki, namaz bir əməldir, oruc da bir dənə əməldir. Quran deyir, vəstəinu bis sabri və salat. Namazla və orucdan kömək alın, kömək istəyin. Heç bir ağıllı müsəlman deməz ki, namaz və oruc Allahdır. Allah başqa şeydir, onun ibadətləridir. Bir ayədə deyilir ki, Allahdan başqasına kömək olmaz. O burada öz bizə əmr elə ki, namazdan və orucdan kömək alın. Bunda nəuzubillah Allahdır, demək yox. Dediyim kimi, o bir tük xətki var ortada şirklə tohidin arasında, o bundan ibarətdir. Müstəqil baxsan, şərik qoşacaqsan, Allahın vasitəsi kimi baxsan, tohid qazanacaqsan. Ki, Allah ona o şansı verib. İstədiyi vaxt Allah heç nə deyilə bilməz. Necə ki, məsələn, bəzi bəndələrini verdiyin aldı. Bəl'am ibn Ba'ura əleyhimə Quran-ı Kərim deyir ki, biz ona öz yanımızdan elm vermiş. Sonra deyir ki, fəməsəlu kəməsəlil kəlb in təhmil əleyhi yəlhəs əv tətruku yəlhəs. Onun misalı itin misalına bənzədir. Gedərsən yaxından dilini çıxardıb ləhliyər üstə, çəkilərsən yenə ləhliyər. Fısıldayar. Hardan hara gəldi? Allah demək, ona qeyb elmi vermişdim, ona lədunni elm vermişdim. Axmaqlıq elə tutum aldım əlindən. Xülasə, deməli, o rivayətlər ki, oxuyacağım, birinci dəstə rivayət mümkün birinə, ikisinə işarə eləyəm. Nədir? Həzrət Məsumin salam əleyhim müxtəlif onların ola bilərdir ki, bizdən kömək istəyin. Məsələn, həmən rivayətlərdən biri Biharul Ənvarda da gəlib, 91-ci il 5-ci səhifədə, Təfsir Əyyaşidə də gəlibdir. Məsələn, deyir ki, Qalə Rıza aleyhissalam, İzə nəzələt bikum şiddə, fəstəinu bina aləllah. Əgər sizin üçün bir şiddətli hal yaransa, fəstəinu bina, bizdən kömək istəyin. Aləllah, Allaha qarşı, Allah tərəf. Bizdən kömək olun. Yaxşı, imam deyə bilməzdi ki, görün Allahdan istəyir. Allah hər yerdə görür, hər yerdə eşidir də. Allah imamdan da böyüdür. Niyə dedi Allahdan istiyor? Fəstəinu bina, bizdən kömək alın, ələllah, Allah tərəf. Yox, başqa bir var ki, həmən o məzmunda. İmam Sadiq əleyhissalamdır. Nəhnu səbəb beynəkum və beynəllah. Biz sizin Allah arasında olan səbəb. Başqa bir rivayətdə deyir ki, Qalə əmirul mümin əleyhissalam, ənə vəsilətu beynə və beynə ümmətihi.
Mənəm Allahla bəndələrin Allah arasında olan həmin vəsilə ki, ayəni oxumadım da, yuxarıdakı ötürdüm keçdi. Və btəğu iləhil vəsilə ayəsi ki var, Allah tərəf vəsilə düzəldir. Neçə dənə hədis gəlib, həmin hədislərdən biri də ki, məsələn budur ki, Həzrət Əmr əleyhissalam buyurur ki, ənə vəsilətu beynə ümmətihi, mənəm Allahın vəsiləsi insanlarla Peyğəmbərin ümməti arasında. Yaxud da ki, məsələn deyək, cürbəcür dualarda gəlir ki, əntə vəsiləti ilallah, ya Peyğəmbər ki, əntə vəsiləti. Xülasə, yəni vəsilə barəsində olan çoxlu rivayətlər ki, məsələn, həddən artıq rivayətlər çoxdur, onlar Allaha vəsilədirlər. Digər bir bölüm, İfza'u ila Resulillah məsələn bölümü ki ayrıbdır. Yəni Peyğəmbərə sığınmaq, fəza yəni pənahgah bilib ona sığınmaq. Deyir ki, Ən Abdurrahmanil Qasir qalə, dəxəltu alə Əbi Abdullah fəqultu cu'iltu fidak, inni ixtəra'tu duaən. Bəzən insan axmaq olur. Gedəsən imama desən, mən özümə bir dua düzəltmişəm, görələ xoşun gəlir buna. Bəzən insan şirin axmaqlar da olur, bəzən imamların bağında. Gedir imama deyir ki, ağam mən bir dua düzəltmişəm, görələ xoşun gəlir mənim duamla. İmam deyir, duayı qatda qoyun, bəzən dua etirsən. Gör, mən də öyrədim, sonra onu öyrəncilər. İmama desən, mən dua düzəltmişəm, xoşun gəlir mənim duamla yeyir. Deyir ki, inni ixtəra'tu duaən. Mən bir dua düzəltmişəm, gör mənim duamdan sənə xoşun gəlir ya yox. Qalə aleyhissalam, də'ni min ixtiraikə, ya da o ixtira sağlı özü üçün özünə vakkat çıxartmacına. İzə nəzələ bikə əmrun fəfzə ilə Rəsulillah. Əgər başı dua nə üçündür? Problemləri həll eləmək üçün. Problem çıxsa qabağa, şiddət gəldi, müsibət gəldi qabağa, fəfzə ilə Rəsulillah. Get Peyğəmbərin nətəyinə yapış. Demədi, get Allahdan yapış. Fəfzə ilə Rəsulillah. Sallallahu aleyhi ve sellem. Qultu, keyfə əsna. Ravi deyir, yaxşı, Peyğəmbərdən necə istəyim, nə eləyim? Qal, təğtəsilu, get qusul ver cinən, hacət qusulu ver. Və tusalli rəkətin, 2 rükət namaz qıl. Təstəftihu bihima iftitahəl fəridə. Vacib namazda Allah verdiyi başladığın ki, onda o cür namaz başla. Nəysə namazı öyrədir, sonra deyir ki, və dua, ilə ən yəqul. Thumma xuz lihyətəkə biyədikəl yusra və vəbkiv əv təbaki. Namazı qılıb qutarandan sonra ki, artıq ağlamışsan ya özü ağlamışda vurmuşsan, sol əli ilə belə saqqalı tut, əli də belə-belə elə və belə demə. Denən ki, fırlattım telefonu, getdi o telefon. Ya Muhammed, ya Resulallah, əşku ilallah və iləykə hacəti və ilə əhli beytikə ər-raşidin hacəti və bikum ətəvəccəh ilallah fi hacəti. Demin Allahdan istə. Deyir ki, denən ya Muhammed, ya Resulallah, əşku ilallah və iləykə hacəti. Mümkündür bir yer ki, dedi, əşku ilallah dedi, yox, hədisin dalında deyil, və iləykə hacəti. Həm Allaha şikayət eləyirəm problemi, həm də sənə. Desəydi ki, sənin vasitənlə Allaha şikayət eləyirəm, onda yeri var idi. Deməli, onda Peyğəmbərə hacət demək, hacətini istəmək, imamın göstərir. İmamı, əslən o kişiyə dedi ki, doyu öz cibə qoyma, bizim ehtiyacımız yoxdur ona. Ged o ixtira qatda özü üstü saxlayacaq. Mən nə öyrədəm, onunla gedəcəkən. Haçan qabağa problem çıxsa, ged qusul ver, hacət qusul ver, hacət namazı qıl, ondan sonra saqqalı tut belə, dedin, ya Muhammed, əşku ilallah və iləyk. Allaha və sənə şikayət eləyirəm. Yoxsa onda niyə görə mən işiyə qardaşımı ittiham eləyim ki, gedəndə İmam Hüseynin hacət istəyəndə deyim ki, özdə dalcan bu üzrə deyir, tək sənə də yox. Və ilə əhli beytik. Və hacətimi sən əhli beytə deyirəm. Allaha deyəndən sonra Peyğəmbərə əhli beytinə də deyir. Əgər şirk olsaydı, onda nə olsun billah, İmam Sadiq gələsən bizi şirkə öyrədir, gedək İmam, deyim, ya İmam Hüseyin, dərdimi götürüb sənin qapıya gəlmişəm. Onda hacətimi görüb getdəndə İmam Hüseyin qapısında onda müşrik olmuşam. Gəlin deyirəm, artıq mənim vəhabilərin işim yoxdur, mən öz aramızda danışıram. Başqa gəndə, başqa rivayətlərdə gəlib ki, deyir ki, Ən-Nəbi Abdülhəsəm qal, şiarul Hüseyin əleyhissalam, ya Muhammed və şiarunu ya Muhammed. İmam Sadiq əleyhissalam buyurur ki, cəddi İmam Hüseyin əleyhissalam ki, topu
Tohidun qəhrəmanı idi. Əslində İmam Hüseyn əleyhissalamda tohid qalmazdı yer üzündə. Cəddim İmam Hüseyn əleyhissalamın şüarı ya Muhammed. Bizim də şüarımız ya Muhammed. Biz ya Muhammed deyib çağırırıq. Çoxlu rivayətlər oxuyacağam inşallah gələn dərsdə. İmam Sadiq əleyhissalam buyurur ki, Cəddim İmam Hüseyn əleyhissalam şüarı ya Muhammed idi. Dedi ya Allah deyərdi də. Niyə ya Muhammed çağırsın? Və şüarına ya Muhammed. Kafidə 5-ci il 47-ci səhifə. Deyir ki, şüarul Hüseyn əleyhissalam ya Muhammed və şüarına ya Muhammed. Biz də Cəddim İmam Hüseyn ya Muhammed deyirik. Yaxud üzvlərində ya Allah, ya Muhammed, ya Ali yazmır. Hansı ki bizim müşrik görürlər. Siz yerdən duranda məsələn deyə, niyə ya Allah, ya Muhammed, ya Ali deyir? Ya Allah dedim bəsdə. İbrahim ibn Məhziyardan da rivayət. İbrahim ibn Məhziyar, Əli ibn Məhziyarın zahirən qardaşıdır. Əli ibn Məhziyarda İmam Cavad və İmam Hadi, İmam Həsən Əskəri Əsəm zahirən sahabələr, yəni çox mötəbər bir dənə ailədirlər. Salamullahi aleyhim. Yevmə vulidu və yevmə sürüşhidu. Çox böyük ailədirlər və çox mötəbər bir şərəfli ailələr. İbn Məhziyar ailəsi. Həmən onlardan biridir İbrahim ibn Məhziyar. Zahirən Əlinin qardaşıdır ki, Əlidə çox etibarlı şəxsdir. Nəysə. Deyir ki, Abdullah ibn Cəfər el-Himyari, o da mötəbər şəxslərdəndir. Deyir ki, İbrahim ibn Məhziyar deyir ki, o mənə belə dedi. Dedi ki, uzun bir hədisin bir hissəsində. Qultu, ənə İbrahim ibn Məhziyar. Dedim, mən ona dedim ki, yəni o Himyari dedim ki, mən İbrahim ibn Məhziyar, zahirən Əlinin qardaşı. Fəanəqəni məliyyən thümmə qal, mərhəbən bik, ya Əba İshaq. Adım mümkün tanımışdı, sifətdən tanımırdı. Niçimdə YouTube'da görsün, televizorda görsün. Eşidirmiş məsələn filan məmləkətdə filan bəhk edən kişilər var ki, orada yəni Əhl-i Beyt aşiqləridirlər. Amma sifətdən tanımırdı. Elə ki özüm tanışdı ki, mən İbrahim ibn Məhziyaram. Yəni bu boynumu qucaqladı, o özündən bu özünü öpdü və mənə qayıt dedi ki, mərhəbən bikə ya Əba İshaq. Oğlunun adı İshaqmış da, ya Əba İshaq sən xoş gördüyündən tərsə, ma fəaltə bil əlamə. Əlamətlə neynədir? Əlləti vəşəcət beynəkə və beynə Əbi Muhammed aleyhissalam. Hansı ki, İmam Həsən Əskəri sənin aranda bir əlamət idi. O əlaməti neynədir? Buna hardansa çatmışmış ki, İbrahim ibn Məhziyarla kimin arasında? İmam Həsən Əskəri arasında bir əlamət vardı. فقلت لعلك تريد الخاتم الذي آثرني الله به من الطيب أبي محمد الحسن بن علي عليه السلام. Belə başa düşürəm sözündən Əbu Muhammed, yəni İmam Həsən Əskəri əleyhissalam ki, digərlər üçün tayyib, pak Allahın gözəl bəndəsi, digər səhabələr içindən Athərəni, məni digərindən fərqləndirdi, onu mənə əta elədi, onu demək istəyirsən? Fəqalə, ma ərəttu sivah, dedim, bəli, ondan başqası istəmirəm. Bunların nə xəbər çatmışmış Himyəriyə ki, İmam Həsən Əskəri çox nəsə dəyərli bir əşyası varmış. Ta ki də 100 dənə sahabəsindən seçib kimə verib? İbrahim ibn Məhziyara verib həmən o əşyasını. Fəəxrəctuhu iləyh. Torbamdan indi hardansa çıxartdım, həmən o üzüyü göstərdim. Fələmma nazara iləyhi istəbərə və qəbbələ. Elə ki o üzüyü gördü, gözləri yaşla dolu başladı ağlamağa, başladı öpməyə, gözünə sürtməyə. Və qəbbələ. Sümmə kitabətəhu. Sümmə qərə kitabətəhu. Yox, qəbbələ, gözünə sürtü yoxdur. Öpdü. Ağladı və öpdü. Sümmə qərə kitabətəhu. Sonra deyir ki, aldı əlinə üstündəki sözü oxudu. Həmən üzüyü ki, İmam Həsən Əskəri əleyhissalam vermişdi İbrahim Məhziyara, xatəmindir ki, o üzüyün qaşına bu yazılmışdı. Ya Allah, ya Muhammed, ya Ali. Yaxşı, ya Allah yazardı da, yox, böğründə yazdırır. İmam əleyhissalam bir üzüyü hədiyyələr bütün səhabələrindən bir nəfərdir ki, Athərən, yəni başqalarının üstün tutdu məni, həmən üzüyün qaşına ya Allah, ya Muhammed, ya Ali yazılmışdı. Bunda imamlar nəuzullah bizi şirkə öyrədirlər ki, ya Ali deyin, şirk eləyin. Xülasə, bunlar hamısı şübhələrdir ki, bəzi insanlar zəhnət olur. Hədislərin dalı çoxdur. Həddən artıq çox hədislər vardır ki, mümkün gələn hədislərdə, gələn cəlsədə oxuyaq. Elhamdülillah Rabbil aləmin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.